Dostlar salam. Bugün sizinlə çox sadə və sağlam şirniyyat resepti paylaşacağam. Bilirəm belə videoları çox görmüsünüz, ancaq mən sizinlə izahlı video paylaşmaq istədim ki, bütün incəliklərini biləsiniz. Əvvəlcə göstərdiyim qaydada xurmanı, qozu, fındığı və badamı blenderdan keçirirsiniz. Siz istəsəz ancaq bir növ ləpədən də istifadə edə bilərsiniz. Mən evdə var deyə üçündən istifadə etdim. Ləpəni az, xurmanı çox etsəz, daha şirəli və rahat yapışan məhlul əldə edə bilərsiniz. Göstərdiyim qaydada toplar hazırlayırsınız. Daha sonra şokoladı əridirsiniz. Şokoladı su qaynayan qazanın üzərinə bir kasa yaxud qab qoyub əridirsiniz. Diqqət edin, qazanın içərisindəki su qabın altına dəyməməlidir və orta atəşdə etməlisiniz ki, əriyən kimi yenidən bərkiməyə başlamasın. Hazırladığımız topları şokolada batırıb qaba düzürük. Yarım saat soyuducuda qaldıqdan sonra hazır olur. Belə şeyləri marketdən almaqdansa evdə hazırlamağınız həm daha rahat, həm daha keyfiyyətli olacaq, inanın mənə. Videonu like etməyi və rəy bildirərək bizi dəstəkləməyi unutmayın.